10 sotun içində sarayda evdir. Bu görüntüdə uzaqdan görünüşüdür. Bu onun həyəti, ağaclar. İndi ev 2 mərtəbə, biraz aşağıda padval var. Həyətdə hamam, tualet, garaj. Evin girişi. Evin birinci mərtəbəsi 3 otaq, 4 otaqdan ibarətdir. 3 otaq təmirlidir, yaşayışa yararlıdır. Deməli, bu bir mərtəbəsi təmir olunub, yenicə. Bir otaq, yataq otağı. Bu zal studiyadır, həm mətbəxt, həm də bu birisi otaq. Birisi otaq təmir olunub. Bir otaq isə təmirsizdir, ambar kimi istifadə olunur. Ambar kimi 2 otaq burada var. Ambar kimi istifadə olunur. İkinci mərtəbə isə, indi qalxıram ikinci mərtəbəyə. İkinci mərtəbə təmirsizdir. 5 otaqdan ibarətdir ikinci mərtəbə. Birinci mərtəbə 4 otaqdan ibarətdir. İkinci mərtəbə isə təmirsizdir. Beton konstruksiya ilə, yəni monolit ilə tikilmiş evdir. Birinci mərtəbədə, ikinci mərtəbədə, hətta krişanın altı da paneldir, baxa bilərsiniz. İkinci mərtəbənin böyük otaqdır bu. Bir otaq buradadır. Bu ikinci otaq, yataq otağı. Üçüncü yataq otağı. Bu 5-ci yataq otağı. Bu isə mənzərədir. Bu isə evin balkonundan mənzərəsidir. Həyətin mənzərəsi. Ev çox əsaslı tikilmiş evdir. Bu da görüntü 2-ci mərtəbədən. Evin 2-ci mərtəbəsinin təmirə ehtiyacı var. Bu da hamam, tualetdir. Bundan əlavə padvalı da var. Padvalını da çilçirəm indi. Evdə neçə vaxtda yaşayış olmadığına görə biraz burada həyət hissəsidir. Həyətdən padval, 2 böyük padval var burada. İki böyük padvaldır. Padvalları tərtəmiz, qupquru. Hər iki padval istifadə üçün yararlıdır. Bu da bunun padvalı. Arkada da 2 böyük pamişeniya var. Bu 2 mərtəbədən əlavə aşağıda olan padvaldır. Həyət geniş, hündür yerdədir.
Alana da satana da hayırlısı olsun inşallah.